Qusarın Əbəcuq kəndində illərdir yaşanan işıq problemi nəhayət həllini tapdı. Sakinlər artıq Sovetdən qalma naqillərlə deyil, müasir və dayanıqlı elektrik sistemi ilə təmin olunublar. Qusar rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Azər İşıq Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz Regional Enerji Təsisatı və Satışı İdarəsinin rəsmiləri Əbəcuqda görülən işlərlə yerində tanış oldular. Qusar icra başçısı Sahir Məmmədxanov görüş zamanı bildirib ki, əvvəllər işıq uzun müddət bərpa olunmazdı. Artıq sistem operativ işləyir. Bundan əvvəl bir kənddə işıq sönəndə 15 kənddə fasilələr yaranırdı. İndi bu problem tədricən həll olunur. Əbəcuqda 10,04 kilovatluq yeni şəbəkə qurulub. Ərazidə 3 yeni transformator və onlarla yeni dayaqlar quraşdırılıb. Xaçmaz Regional Enerji Təsisatı və Satışı İdarəsinin rəisi Vüqar Kazımov qeyd edib ki, kənddə tam müasir sistem qurulub. İşlər yalnız Əbəcuqla yekunlaşmır. Qusarın digər kəndlərində də yenidən qurma davam edir. Yenidən qurma işləri təsərrüfat tam şəkildə yekunlaşıb. Əbəcuq kəndində 10,04 kilovatluq dayaqlar yenisi ilə əvəz olunub və bundan əlavə Qusar rayonunun bir neçə kəndində də hal-hazırda yenidən qurma işləri aparılır. Köhnə Xudat qazmalardır, Fureldir, Gündüzqaladır, Piraldır. Bu kəndlərdə artıq 0,4 kilovatluq şəbəkədə işlərimiz tam yekunlaşır. Məqsədimiz elektrik enerji təsərrüfatını daha da artırmaq, elektrik enerji itkilən minimuma indirməkdir. Kənd sakinləri görülən işlərdən razıdır. Onlar artıq sabit elektrik enerjisi, müasir sayğac və təhlükəsiz şəbəkə ilə təmin olunublar. İndi işıqlar düzəldi, nə gözəl oldu. Bu vaxta kimi naqillər idi. Dudaq düşürdü, zımikane olurdu, sönürdü, şikayet edirdik, saatlerini gelmirdi. İndi kabel sistemi çekilip, çok güzel, bu dağlığı qar yağsın, heç nə, möhkəm, sakit halda dolanırıq. Qusarın dağ kəndlərində dayanıqlı enerji təminatı istiqamətində işlər davam edir. Əsas məqsəd hər bir kəndin fasiləsiz və təhlükəsizlik elektriklə təmin olunmasıdır. Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim Media, Şimal Bürosu.